Avropanın İSKİ modelini şimal yarımkürəsi ərazisindəki ümumi olaraq regionlardakı gözlənilən hava şəraiti haqqında model təhlillərinin analizlərinə əsasən dekabr ayının 1-ci və 2-ci 10 günlük ərzində şimal yarımkürəsindəki, şimal qütbündəki soyuq hava şəraitinin, ərazidəki soyuq qütb siklonlarının noyabr ayının sonlarında parçalanması müşahidə edildi və bu proses stratosferin yuxarı qatlarından bu soyuq havanın tədricən troposferin aşağı qatlarına doğru yayılmasına səbəb oldu və bu prosesin sonraki inkişafı nəticəsində dekabr ayının artıq 1-ci, 2-ci 10 günlük ərzində şimal qütbündəki soyuq hava kütlələrinin tez-tez Avropa ərazisinə, eyni zamanda Amerika ərazisinə və Asiya ərazisinə tez daxil olması müşahidə edildi və bu prosesin sonraki inkişafı nəticəsində dekabr ayının 2-ci 10 günlüyündə də bu proseslərin tez-tez təkrarlanması ehtimalı var. Xüsusən də Kanada və Amerika ərazilərindən daxil olan soyuq hava kütlələri kifayət qədər güclü və intensiv xarakterlə müşahidə olunur və bundan sonraki tarixlərdə də bu prosesin təkrarlanması ehtimalı var. Rusiyanın xüsusən də Sibir ərazisində və Avropanın şimalında isə orta troposfer atmosfer təzyiqində bir xeyli artım fonunda soyuq antisiklonik bloklanmanın Rusiyanın qərbindən, qərbi Sibir ərazisindən başlayaraq Avropanın şimalına, Skandinaviya ərazilərinə qədər ərazidə aktiv olması gözlənilir. Bu da dekabr ayının 1-ci və 2-ci 10 günlük ərzində, dekabr ayının ümumilikdə 17-si və 18-sinə qədər olan müddət ərzində tez-tez soyuq hava kütlələrinin Qafqaz regionuna daxil olmasına səbəb olacaq. Çünki şimaldan daxil olan soyuq hava kütlələri və regionda isə Qafqazda və Qara Dəniz ərazisində, Xəzər Dənizı ölkələrində isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da nəmlə birləşən soyuq havanın ərazidə tez-tez hava şəraitinin kəskin dəyişməsinə səbəb olması gözlənilir. Dekabr ayının hazırda 1-ci 10 günlüyün əvvəllərində, 1-ci 10 günlüyün 1-ci həftəsində Atlantik okeanının şərq sahillərində, yəni Avropanın qərbində və şimal qərbində orta troposfer atmosfer təzyiqində bir xeyli azalma müşahidə edilir. Bu da Atlantik okeanının daşınan rütubətli hava axınları ilə şimaldan daxil olan soyuq hava kütlələrinin bir-birlə qarışması və Avropanın mərkəzi və şərq hissələrinə doğru daxil olması müşahidə edilir. Bu proses dekabr ayının 1-ci 10 günlüyün sonlarına qədər və 2-ci 10 günlük ərzində də tez-tez təkrarlana bilər. Artıq iqlim dəyişikliyi nəticəsində Atlantik siklonlarında bir xeyli çoxillik göstəricilərlə müqayisədə intensivləşmə müşahidə edilir. Bu da Atlantik okeanın daimi olaraq daşınan rütubətin Avropa ərazisində soyuq hava kütlələrinin bir-birlə qarışması fonunda ərazidə hava şəraitinin mürəkkəbləşməsinə və qeyri-sabit hava şəraiti olan günlərin sayında bir xeyli artırılma səbəb olacaq.